Salam dostlar, hər vaxtınız xeyir olsun. Gəlin bugün 9-cu sinif dim test toplusundan natural ədədlər bölməsinin izahına baxaq. Deməli 51-ci sualda deyilir ki, bölünəni 6 dəfə artırdıqda böləni necə dəyişmək lazımdır ki, qismət 3 dəfə azalsın. Bölən qismət. Gəlin bunu A, B, C ilə işarə eləyək. Sonra deyir ki, bölünəni 6 dəfə artırdıqda A-nı 6 dəfə artırsaq olacaq 6A. Böləni necə dəyişmək lazımdır ki? Yəni burada dəyişən nədir? Bölən. Bölənin əvəzinə, yəni B-nin əvəzinə yazıram B1. Artıq başqa bir kəmiyyətdir. Necə dəyişmək lazımdır ki, qismət 3 dəfə azalsın. C-ni 3-ə bölək, yəni 3 dəfə azaldaq. İndi bizdən böləni necə dəyişmək lazımdır? Böləni, yəni B ilə B1-i soruşur. Əvvəlcə gəlin B-ni tapaq. B bərabərdir A bölünsün C-yə. Bu əvvəlki hal. İndi B1-i tapsaq nə olacaq? B1 bərabərdir 6A bölünsün C böl 3. Buna nə olacaq? B1 bərabərdir 6A vurulsun 3-də C. Bu da nə olacaq? 18A böl C. Əvvəl A böl C idi, indi oldu 18A böl C. Deməli, necə oldu? 18 dəfə artdı Y variantı. Baxaq 52-ci suala. Deyilir ki, 22.022 bölünsün 2002. Gəlin bunu bölək. Deməli, 2202-cisində 2002 nə qədərdir? Bir dəfə çıxıram, nə eləyəcək? 200. 2-ni də aşağı gətirəndə 2002-cisində 2002 nə qədərdir? Bir dəfə eləyir 11. Cavab C variantı. Sonra Abbasın addımı 90 sm, Eldarın addımı 80 sm-dir. Hansı ən yaxın məsafədə onların hər ikisi tam sayda addım atar? Tam sayda addım atma deyəndə, yəni onların addımı üst-üstə düşməlidir. Birinin addımı 90-dır, birinin addımı 80-dir. Hansısa bir nöqtədə onların addımı üst-üstə düşməlidir. Bizdən bu hansı nöqtədir? Yəni hansı ölçüdə onların addımı üst-üstə düşər, onu soruşur. Deməli, əgər təsəvvür eləməli olsaq, bu 90 sm olsun, addımdır. 80 sm olandan da, yəni ondan kiçikdir, amma hansısa bir nöqtədə üst-üstə düşəcək. Bizdən bu nöqtəni soruşur. Gəlin bunu sadə vurğulara ayıraq. 2, 45, 3, 15, 3, 5, 5, 1. 80-də də 2, 40, 2, 20, 2, 10, 2, 5, 5, 1. Deməli, 90-dan 80-ə nə tapıram? Ortaq olan nöqtə, hər ikisinin ortaq olacağı nöqtə, yəni əkobu tapıram. Əkobu da taparkən ədədlərdən birini seçim, məsələn 90, ortaqların üstündən xətt çəkirəm. Vururam 2-lərə. Bu da eləyəcək 720, yəni Y variantı. Sonra 54-cü sualda deyilir ki, ədədlərindən neçəsi sadədir? Demişik ki, sadə ədədlər yalnız 1-ə və özünə qalıqsız bölünən ədədlərdir. 9 3-ə bölünür, buna görə sadə deyil. 11 sadədir, yalnız 1-ə və özünə bölünür. 21 7-yə bölünür, 3-ə bölünür, sadə deyil. 29 sadədir, 32 4-ə bölünür, 8-ə bölünür, 16-ya bölünür, mürəkkəbdir. 95 5-ə bölünür, başqa vurğuları da var. Deməli, bu sadə deyil. 127 də sadədir. Deməli, 11, 29, 127 ədədlərdən neçəsi sadədir? 3-ü. Deməli, sadə ədədlər yalnız özünə və vahidə qalıqsız bölünən ədədlərdir. Mürəkkəb ədədlər isə özündən və birdən başqa böləni olsun. Yəni, qalıqsız bölündüyü ədəd olsun. Məsələn, 9. 9 3-ə qalıqsız bölünür. Amma 11 yalnız 1-ə bölünür, bir də özünə bölünür. Buna görə 11 sadədir, 9 mürəkkəbdir. 55-ci sualda. Deməli, 530.070-də neçə minlik var? Minliklərin sayını tapmaq üçün minin yanında neçə sıfır var? 3 sıfır var. Deməli, sondan 3 rəqəmi siləndə nə eləyir? 530. Deməli, 530 minlik var. Təkliflərdən hansı həmişə doğrudur? Deməli, tək ədədlə cüt ədədin cəmi tək ədəddir. Məsələn, tək ədəd 5, cüt ədəd 6. Cəmi tək ədəddir 11. Bu düzdür, amma həmişə doğru olanı soruşur. Baxaq, Y variantı. 2 tək ədədin cəmi tək ədəddir. Məsələn, 5 plus 7, 12. Y variantı deyil. Sadə ədədlə mürəkkəb ədədin hasili sadə ədəddir. Yox. Məsələn, sadə ədəd 5 vurulsun, mürəkkəb ədəd 6, 30. Sadə deyil 30. 35-ə də bölünür, 6-ya da bölünür, 2-yə də bölünür, 15-ə də bölünür. C variantına baxaq. 2 sadə ədədin hasili sadə ədəddir. Yox.
Məsələn, 5 vur 7 eləyəcək 35. 35 həm 5-ə bölünəcək, həm də 7-yə bölünəcək. Ona görə bu da düz deyil. Tək ədədlə cüt ədədin hasili tək ədəddir. Məsələn, 5 vurulsun 6, 30. Amma bizə deyir tək ədəddir. Cavab oldu cüt. Deməli, B variantı da deyil, cavab A variantı. Bölən 5 olarsa alına bilən qalıqların cəmini tapın. Deməli, demişik ki, bölən hər zaman qalıqdan baxaq, bir dəqiqə. Aha. Gəlin bunu nümunə ilə daha rahat öyrənək. Məsələn, elə 5-in özünü götürürəm. 5 böl 5 bərabərdir 1, qalıq yoxdur. 6 böl 5, 1, qalıq 1. 7 böl 5, 1, qalıq 2. 8 böl 5, 1, qalıq 3. 9 böl 5, 1, qalıq 4. 10 böl 5, 2. Qalıq yoxdur. Deməli, qalıqlar nə ola bilər? Böləndən kiçik ola bilər. Bərabər də ola bilməz. Deməli, bölən hər zaman qalıqdan böyükdür. Qalıqlar da nə ola bilər? 1, 2, 3, 4. Bunların cəmin bizdən soruşur. Toplayaq. 10. Cavab A variantı. Soram 58. 7805-də neçə onluq var? Burada da onun yanında neçə sıfır var? 1. Deməli, sondan bir ədədi silirik. 780 onluq var. Cavab B variantı. Baxaq 59-cu suala. Təkliflərdən hansı doğru deyil? 2 cüt natural ədədin cəmi həmişə cüt ədəddir. Məsələn, 8 plus 10, 18. Doğru oldu, ödəndi. Deməli, A variantı deyil. Bizdən yanlışı soruşur. B variantı. Natural ədədlərin cəmi həmişə natural ədəddir. Hə, məsələn, natural 5, üstə gəl 12, 17, bu da naturaldır. C variantına baxaq. Natural ədədlərin fərqi həmişə natural ədəddir. Yox, məsələn, 5 çıxılsın 7. Mənfi 2 eləyir, mənfi 2 də natural deyil. Deməli, C variantı. Yadımızda saxlayaq ki, natural ədədlərin fərqi bir də nisbəti. Hər zaman natural olmaya bilər. Yəni, hər zaman natural deyil. 60-cı suala baxaq. Bölən 7 olarsa alına bilən qalıqların cəmini tapın. Yenə, bölən hər zaman qalıqdan böyük olmalıdır. Ona görə qalıqların cəmi nə olacaq? 1, 2, 3, 4, 5, 6. Bunların da cəmi eləyəcək 21. C variantı. 61-ci sual. 23-ə böldükdə qalığı 15 olan ədəd hansıdır? Baxın, variantlarda hər birindən qalığı çıxsaq, deməli bu 23-ə tam bölünəcək. Yəni ki, məsələn, A variantı 345. 345-dən 15-i çıxanda nə eləyəcək? 330. 330 əgər 23-ə qalıqsız bölünərsə, deməli cavab budur. Məsələn, adi 18 ilə göstərim. 18 bölünsün 5 nə eləyəcək? 3, qalıq 3 eləyəcək, düzdür? Deməli, 18-dən bu qalıqdakı 3-ü çıxsam, 15. 15 də nə olacaq? 5-ə tam bölünəcək, eləyəcək 3. Yəni, bu da eynidir. 345-dən 15 çıxanda 330, 330 23-ə bölünmür. 1005, 1005-dən 15 çıxanda nə eləyir? 990. 990 da 23-ə tam bölünmür. Ona görə B variantı da deyil. C variantı 705-dən 15 çıxanda eləyir 690. 690 da 23-ə tam bölünür, eləyir 30. Deməli, C variantı. 62. N bərabərdir 9 vur 2 vur 7 ədədinin neçə müxtəlif sadə vuruğu var? Əvvəlcə bu ədədlərin hər birinin sadə olmasına diqqət eləməliyik. Deməli, N bərabərdir. 9 özü sadədir? Yox. 9-u sadə vuruqların hasili şəklində göstərsək nə olacaq? 3 vur 3. 2 sadədir, 7 sadədir. Müxtəlif sadə vuruq dediyinə görə 3, 2, 7 müxtəlifləri götürürəm. Deməli, 3 müxtəlif sadə vuruğu var. 63-ə baxaq. 19-a böldükdə qalığı 4 olan ədəd hansıdır? Yenə eyni qayda ilə. Variantlardan 4-ü çıxırıq, sonra 19-a bölürük. Hansı tam bölünürsə cavab odur. Məsələn, elə B variantına baxsaq, 1030-dan 4 çıxanda eləyir 1026. 1026-nı da 19-a böləndə eləyəcək 54. Yəni B variantı olacaq. Bu sadə bölmədir. 64-ə baxaq. Bölünəni 18 dəfə artırdıqda böləni necə dəyişmək lazımdır ki, qismət 3 dəfə artsın? Yenə bölünən, bölən, qismət. Bu formada yazaq. Deyir ki, bölünəni 18 dəfə artırdıqda. Yəni, nə olacaq? 18A
Böləni necə dəyişmək lazımdır? Yəni bölənin əvəzinə B artıq necəsə dəyişdi, oldu B1. Yəni başqa bir kəmiyyət oldu artıq. Neçə dəfə azaldı ya da neçə dəfə artdı. Qismət 3 dəfə artsın. Oldu 3C. Əvvəlcə B-ni tapaq. Çünki bizdən böləni soruşur da necə dəyişməliyik. B bərabərdir A bölünsün C. B1-in də əvəzinə nə yazacağam? Yenə 18A bölünsün 3C. Bu da nə olacaq? 18-i 3-ə böləndə 6, A bölünsün C. Əvvəl A böl C idi, sonra oldu 6A böl C. Deməli, necə oldu? 6 dəfə artdı. D variantı. 65-ə baxaq. 2, 0 və 5 rəqəmlərindən düzələn bütün 2 rəqəmli ədədlərin cəmini tapın. Deməli, əvvəlcə bunların sayını tapaq. Baxaq. 2 rəqəmli ədədləri soruşur. Ona görə 2 xanat çəkirəm. Birinci yerə hansı ədədləri qoya bilərəm? 0,5 deyə bir ədədimiz yoxdur, ya da 0,2 deyə bir ədədimiz yoxdur. Ona görə də 0 ilə başlaya bilməz. Deməli, birinci xanaya 2 dənə, yəni 2-ni də qoya bilərəm, 5-i də qoya bilərəm. 2 ədəd ola bilər. İkinci xanaya isə həm 2 istifadə oluna bilər, həm 5, həm də 0. Ona görə deməli nə olur? Hər üçü istifadə olunur. Deməli, neçə belə ədədimiz var? 6 belə ədədimiz var. İndi gəl bu ədədləri tapaq. Deməli, əvvəlcə 2 ilə başlayanları yazıram. 20, 25, 22. Bir də rəqəmlərin təkrarlanıb təkrarlanmamağını demir. Ona görə 22 də istifadə edə bilərəm. Sonra indi 5 ilə başlayanları yazım. 50, 52, sonra nə olur? 55. Bunların cəmi bizdən soruşur. Nə olacaq? 67, üstə gəl, 157. Bu da eləyəcək 224 B variantı. Ədədlərin sayını mən niyə tapdım? Çünki daha rahat olsun. Ədədlərdən hansısa qəfil yadımdan çıxar. Yəni, daha dəqiq bilmək üçün ki, 6 belə ədəd var, əvvəlcə sayını tapaq ki, daha rahat olsun. Sonra 66-ya baxaq. 66-cı sualda sən 3 vedrədən 5 dəfə çox su tutur. 1 vedrə 5 litr su tutarsa, sən neçə litr su tutar? Əvvəlcə silim. Deməli, 1 vedrənin tutumunu bilirəm 5 litr. Sən isə 3 vedrədən, yəni 3 vedrə nə eləyəcək? 15 litrdən 5 dəfə çox su tutur. Deməli, 75 litr. Bu da nə eləyəcək? D variantı. 67. Tir ən azı hansı uzunluqda olmalıdır ki, onu 60 cm-lik və 50 cm-lik hissələrə itkisiz bölmək mümkün olsun? Deməli, bu elə bir uzunluq olmalıdır, elə bir ölçü olmalıdır ki, həm 60 cm-lik hissələrə böləndə qalıqsız bölünsün, həm də 50 cm-lik hissələrə. Deməli, 60 ilə 50-nin nəyini tapıram? Əkobun. 60-ı sadə vurğulara ayırıram. 2, 30, 2, 15, 3, 5, 5, 1. Sonra 50-ni. 2, 25, 5, 5, 5, 1. Düzdür? Sonra nə edirəm? Ədədlərdən birini seçirəm. Məsələn, 50-ni seçdim. Ortaq olanların üstündən xətt çəkirəm, özündə olmayana vururam. Yəni 50-ni 6-ya vururam, o da nə eləyir? 300. Yəni B variantı. 68-ə baxaq. Əkob 60-80 bölünsün əbob 60-80 ifadəsinin qiymətini tapın. Əvvəlcə mən deməli, əgər düsturu bilməsəm, 60 ilə 80-in əkobunu tapacam, sonra əbobunu tapacam, sonra onların nisbətini tapacam. Amma düsturu bilsəm, əkob AB bölünsün əbob AB nəyə bərabər olacaq? C-yə. C nədir? Ortaq olmayan sadə vurğuların hasili. İndi gəlin 60 ilə 80-in C-sini tapaq. Yəni, ortaq olmayan sadə vurğularının hasilini tapsaq, misalı həll eləmiş olarıq. 2, 30, 2, 15, 3, 5, 5, 1. 2, 40, 2, 20, 2, 10, 2, 5, 5, 1. Düzdür? Ortaqların üstündən xətt çəkirəm ki, ortaq olmayanları bir-birinə vurum. Nə olacaq? 3 vur, 2 vur, 2, 12. Cavab oldu A variantı. 69-a baxaq. 62 oğlan, 93 qız idman yarışlarında tərkibləri eyni olan komandalarda iştirak edirlər. Hər komandada neçə qız var? Gəlin tapaq. Deməli, 62 oğlan var. 62. Neçə qız var? 93 qız. Düzdür?
Bunu sadə vurğulara ayırsaq nə olacaq? 2, 31. Bu da nə olacaq? 3, 31. Düzdür? Hər komandada neçə qız var? Əvvəlcə elə bir sayda komanda düzəltməliyik ki, bu həm 62-yə qalıqsız bölünsün, həm də 93-ə. Bu da nə olacaq? Deməli, 31 komanda var. Çünki hər ikisinin qalıqsız bölündüyü ədəd budur. Deməli, 31 komanda var. 31 komanda yaradılıbdırsa, hər komandada neçə qız olacaq? 62-ni, yəni daha doğrusu qız soruşur bizdən. Qızların sayı nədir? 93. 93-ü komandaların sayına, yəni 31-ə böləndə eləyəcək 3. Deməli, hər komandada 3 qız var. 70-ci sualda da eynidir. 123 oğlan və 82 qız idman yarışlarında tərkibləri eyni olan komandalarda iştirak edirlər. Hər komandada neçə oğlan var? Baxaq, oğlan, qız. Düzdür? 123 oğlan var, 82 qız var. Deyir ki, hər komandada neçə oğlan var? Bunu da sadə vurğulara ayırsaq nə olacaq? 3, 41, 2, 41. Deməli, hər ikisinə qalıqsız bölünən ədəd nədir? 41. Deməli, 41 komandamız var. Hər komandada neçə oğlan var? Oğlanların sayını komandanın sayına bölsəm, hər komandadakı oğlanların sayını tapmış olaram. Yəni, 123 bölünsün 41. O da nə eləyəcək? 3. Deməli, hər komandada 3 oğlan var. Baxaq 71-ci suala. İdmançıları əvvəlcə hər cərgədə 6 nəfər, sonra isə hər cərgədə 15 nəfər olmaqla sıraya düzdülər. İdmançıların sayı 110-dan çox, 145-dən az olarsa onların sayı neçədir? Baxaq. Deməli, bu sayı elə bir saydır ki, həm 6-6 tam bölünür, həm də 15-15. Deməli, 6 ilə 15-ə nə tapıram mən? Əkob. 6 ilə 15-ə əkob tapaq. 6, 2, 3, 3, 1. 15 nə eləyəcək? 3, 5, 5, 1. Düzdür? 6 vurulsun, 6-nın özündə olmayan 5, yəni 30. Əkobumuz oldu 30. Daha sonra, deməli, 30 bölünməlidir. Həm 6-ya bölünür, həm 15-ə bölünür. Deməli, 30 uşaq var. 30 nəfər iştirakçı, idmançı var. Daha sonra bizə deyir ki, 110-dan çox, 145-dən azdır. Deməli, 110-dan 145-in arasındadır. Amma biz bunu da bilməliyik ki, əkobun misilləri, yəni 30 nədir? 1 vur 30. 30-u 2-yə vuranda 60. 30-u 3-ə vuranda 90. 30-u 4-ə vuranda 120. 30-u 5-ə vuranda 150. Bunu niyə vurdum? Bilməliyik ki, əkobun bütün misilləri həm 15-ə, həm də 6-ya qalıqsız bölünəcək. Deməli, bizə deyir 110-dan 145-in arasında, bu da nədir? 120-dir. Deməli, cavab nə olacaq? D variantı. 72-ci sual. Məktəblilərə əvvəlcə hər cərgədə 9 nəfər, sonra isə hər cərgədə 15 nəfər olmaqla sıraya düzdülər. Məktəblilərin sayı 120-dən çox, 150-dən az olarsa, onların sayı neçədir? Baxın, bu da eyni. Həm 9-a qalıqsız bölünməlidir, həm də 15-ə. Deməli, nəyi tapıram? Əkobu. Əkobu da 30 tapdıq bayaq. Deməli, 9 nəfər, 9, 3, 3, 3, 1, 15, 3, 5, 5, 1, düzdür? 9-u seçirəm, 9-u vurulsun, 9-un özündə olmayan 5, yəni 45. Əkobumuz nə oldu? 45. İndi bizə deyir 120-nə 150-nin arasında, bu 45 bir misildir. 45-i 2-yə vuranda eləyəcək 90, 45-i 3-ə vuranda nə eləyəcək? 135. Elə 135-də 120 ilə 150 arasında deyə cavab oldu A variantı. Deməli, əkobun bütün misilləri həm 15, həm də 9-a qalıqsız bölünəcək. Baxaq 73-cü suala. Təkliflərdən hansılar doğrudur? Rəqəmlərinin cəmi 9-a bölünən natural ədəd 9-a tam bölünür. Bu düzdür. Bölünmə əlamətlərindən biridir. Rəqəmlərinin cəmi 9-a bölünən ədəd 9-a qalıqsız bölünür. Deməli, 1 düzdür. Qarşılıqlı sadə ədədlərin ən kiçik ortaq bölünəni onların hasilinə bərabərdir. Qarşılıqlı sadə ədədlər, yəni yalnız ortaq vurğu 1 olan ədədlərdir. Ən kiçik ortaq bölünən nədir? Əkob. Deməli, qarşılıqlı sadə ədədlərin əkobu onların hasilinə bərabərdir. Bəli, bu da düzdür. Əbobu isə 1-ə bərabərdir. Baxaq, 2 tək ədədin cəmi tək ədəddir. Məsələn, 3 plus 5, 8. Deməli, bu səhvdir. 3-ə baxaq, 2 ədədin ortaq bölünəni həmin ədədlərin ən kiçik ortaq bölünəninə tam bölünür. Ortaq bölünən, bəli, düzdür. Məsələn, 2 ədəddir.
8, 10. Onların ortaq bölünəni nə olacaq? 2, düzdür? 2. Onların ən kiçik ortaq bölünəndən, yəni əkobu. Bunların əkobu nə olacaq? 8 ilə 10-un 40 olacaq da. Deməli, gəlin əkobunu tapaq. 2, 4, 2, 2, 2, 1. 10 nə eləyəcək? 2, 5, 5, 1. Düzdür? Bunların əkobunu tapsaq 10 vurulsun. 2 vur 2 nə eləyəcək? 40. Deməli, ən kiçik ortaq 2 ədədin ortaq bölünəni, yəni 2. Həmin ədədlərin ən kiçik ortaq bölünəninə tam bölünür. Bəli, bölünür. Düzdür. Deməli, cavab Y variantı. 74-cü sual. Təkliflərdən hansılar doğrudur? Rəqəmlərinin cəmi 3-ə bölünən natural ədəd 3-ə tam bölünür. Düzdür. Bölünmə əlamətlərindən biridir. Qarşılıqlı sadə ədədlərin ən böyük ortaq böləni onların hasilinə bərabərdir. Yox, 1-ə bərabərdir. Deməli, 3-ə baxaq. 2 sadə ədədin hasili mürəkkəb ədəddir. Məsələn, 5 vurulsun 2 eləyəcək 10. 10 həm 2-yə bölünür, həm də 5-ə bölünür deyə mürəkkəb ədəddir. Düzdür. 1, 3, daha sonra 4-ə baxaq. 2 ədədin ən böyük ortaq böləni həmin ədədlərin ortaq böləninə tam bölünür. Bu da düzdür. 1, 3, 4, Y variantı. 75-ə baxaq. Həm 2-yə, həm də 7-yə bölünən neçə 2 rəqəmli ədəd var? Deməli, həm 7-yə, həm də 2-yə qalıqsız bölünən ədəd ən kiçik olanı tapmaq üçün 7 ilə 2-yə nə tapmalıyıq? Əkob. Deməli, nə eləyəcək? Qarşılıqlı sadədirlər. Həm 7, həm də 2 bir-biri ilə qarşılıqlı sadəddir. Əkob nə olacaq? Onların hasili, yəni 14. İndi gəlin misillərlə gedək. Yəni, əkobun misilləri ilə. 14 nədir? 14 vurulsun 1. 14 vur 2, 28. 14 vurulsun 3, 42, 14 vurulsun 4, 56, 14 vurulsun 5, 70, 14 vurulsun 6, 84, 14 vurulsun 7, nə eləyəcək? 98, elə bu qədər. Deməli, neçə 2 rəqəmli ədəd var? 7 dənə. Cavab oldu 7. Həm 3-ə, həm də 7-yə tam bölünən neçə 2 rəqəmli ədəd var? Deməli, yenə 3 ilə 7-yə əkob tapıram. Əkob taparkən onların qarşılıqlı sadə olmağını nəzərə alsaq, qarşılıqlı sadə ədədlərin əkobu nəyə bərabərdir? Onların hasilinə. Deməli, 3 ilə 7-nin əkobu nə eləyəcək? 21. Yenə misillərlə geçsək, ən kiçiyi 21, sonra 42, sonra 63, sonra nə? 84, sonra olmur. Deməli, neçə ədəd var? 4 ədəd. 2 rəqəmlilər soruşur, ona görə 4 dənə oldu. Ən kiçiyi 21, ən böyüyü 84-dür. Əkob 54-96 bölünsün, əbob 54-96 nisbətini hesablayın. Bayaq dediyimiz kimi, əkob AB bölünsün, əbob AB nə olacaq? C-yə bərabər olacaq. Bu düsturdur. Bu da nədir? Ortaq C nəyə bərabərdir? Ortaq olmayan sadə vurğuların hasili. Deməli, mən 54 ilə 96-nı sadə vurğulara ayıracağım. Daha sonra nə edirəm? Onların ortaq olmayanlarını tapıb hasilini tapıram. Ayıraq. 3-ə bölünür 9, 3, 3, 3, 1. Sonra 96. 2, 48, 2, 24, 2, 12, 2, 6, 2, 3, 3, 1. Düzdür? Sonra nə edirəm? Ortaqların üstündən xətt çəkirəm ki, ortaq olmayanı tapım. Bu da nə eləyəcək? 3 vurulsun 3, vurulsun 2, vurulsun 2, vurulsun 2, vurulsun 2. 16 vurulsun 9 deməkdir. 16-nı da 9-a vuranda 144. Cavab oldu 144. Sonra 78-ə baxaq. 2 ardıcıl tək natural ədədin cəmi 68 olarsa, bu ədədlərdən kiçiyini tapın. Əvvəlcə bilməliyik ki, ardıcıl tək natural ədədlərlə ardıcıl cüt natural ədədlər deyilərsə, birincisi bilmirəm neçədir, ona görə x götürürəm. Ardıcıl tək natural ədəd dediyi üçün ikincisində x plus 2 götürürəm. Niyə? Məsələn, birincisi 3 olarsa, o biri də ardıcıl dediyinə görə 5-dir. Aradakı fərq nədir? 2. Ona görə birini x, birini də x plus 2 götürürəm. Sonra bunların cəmi. Cəmi nə eləyir? X üstə gəl 2 bərabərdir 68. 2x üstə gəl 2 bərabərdir 68. 2x bərabərdir 66. X də bərabərdir 33-ə. Bizdən kiçiyini soruşur. Bu da cavab oldu 33. Daha sonra 79-cu sual. 2 ardıcıl cüt natural ədədin cəmi 66 olarsa, bu ədədlərin böyüyünü tapın.
Deməli, yenə 2 ardıcıl cüt natural ədəd deyir burada. Baxın, cüt ədədlərdə də eynidir. Deməli, ədədlərdən biri 4, digəri 6 olarsa, yenə aradakı fərq 2-dir. Deməli, biri x-sa, digəri x plus 2-dir. Bunların cəmini tapaq. X üstəgəl 2 bərabərdir 66. 2x üstəgəl 2 bərabərdir 66. 2x bərabərdir 64. X bərabərdir 32. Ədədlərdən kiçiyi 32, böyüyü də 34-dür. Bizdən böyüyü soruşur, cavab oldu 34. Baxaq digər suala. Binada mərtəbələr arası pillələrin sayı 20-dir. 1-ci və 8-ci mərtəbələr arasında neçə pillə var? Yenə bina çəkək. Məsələn, bu olsun bizim binamız. Binanın da içində 1-ci mərtəbədən, 1-ci mərtəbəni bura götürüm. 8-ci mərtəbədə olsun bura. 1-ci mərtəbə ilə 1, 2, 3, 4, 5, 6, 7, 1, 2, 3, 4, 5, 6, 7, 8. Aha. Hər pillənin arasında, hər mərtəbənin arasında 20 pillə var. 1-ci və 8-ci mərtəbə arasında neçə mərtəbə olmuş olur? 7 mərtəbə, düzdür? Hər mərtəbədə də 20 pillə varsa, nə olacaq? 7 vurulsun 20, yəni 140 pillə var. Baxaq 81-ci suala. 7, 8, 9, 10 ədədlərinə böldükdə qalıqda 2 alınan ən kiçik çox rəqəmli natural ədədi tapın. Baxaq. Əvvəlcə 7, 8, 9, 10-a qalıqsız bölünən ədədi tapaq. Sonra üstünə 2 gəlsək, qalıqda 2 alınan ədədi tapmış olarıq. Düzdür? Deməli, nə edirəm? 7, 8, 9, 10 ədədlərinə əkob tapıram. Tapaq. 7 ilə sadədir. 8 nədir? 2 üstü 3. 9 nədir? 3 üstündə 2. 10 da nədir? 2 vur 5. Düzdür? Ədədlərdən qüvvəti böyük olanı seçəcəm. 7 vurulsun. 2 burada da var, burada da var. Amma əkob tapıram deyə qüvvəti böyük olanı seçməliyəm. Əbob tapsaydım 2-ni götürəcəkdim. Amma əkob tapıram deyə 2 üstü 3-ü götürürəm. 3 üstü 2 vurulsun nə? 5. Deməli, 8 vurulsun 5, 40. 40-ı vururam 63-ə. Bu da nə eləyir? 2520, düzdür? Qalıqda 2 alınsın deyə üstünə də 2 gəlirəm, eləyəcək 2522. Cavab oldu 2522. Baxaq 82-ci suala. Deməli, deyir ki, AB plus BA bərabərdir. 66 vurulsun A minus B. Şərtini ödəyən AB 2 rəqəmli ədədini tapın. Əvvəlcə, deməli, neyniyim? AB ilə BA-nı açım da. 10A üstəgəl B üstəgəl 10B üstəgəl A bərabərdir 66 vurulsun A minus B. Sonra neynirəm? Nə olur? 11A, A'larla B'ləri toplayıram. Plus 11B bərabərdir 66 vurulsun A minus B. Sonra hər tərəfə 11-i ortaq vuruq çıxarıram. 11 vurulsun A plus B bərabərdir 66 vurulsun A minus B. Sonra hər tərəfi 11-ə bölüm. A plus B bərabərdir nəyə? 6 vurulsun A minus B-yə. İndi vurub açıram. A plus B bərabərdir 6A, çıxılsın 6B. A-ları bir tərəfə, B-ləri də bir tərəfə yığıram. Nə olacaq? 5A bərabərdir 7B. Bir tərəfdən digər tərəfə keçirəndə işarə dəyişir. Burada mənfi idi, digər tərəfə keçdi, oldu müsbət. B burada müsbət idi, digər tərəfə keçdi, oldu mənfi. Deməli, B bərabərdir 5-ə, A da bərabərdir 7-yə. Qarşı-qarşıya bərabər eləyirəm. Sonra AB-ni məndən soruşur. Bu ədədi A 7, B 5-isə, AB ədədi olacaq 75. Cavab oldu 75. Baxaq 83-cü suala. Deməli, A-nın hansı ən böyük qiymətində 4A 9B ədədi 45-ə tam bölünər? Əvvəlcə 45-ə bölünmə əlaməti nədir? Ədəd 45-ə tam bölünməsi üçün həm 5-ə, həm də 9-a qalıqsız bölünməlidir. Düzdür? Deməli, bu ədəd həm 5-ə bölünməlidir, həm 9-a. 5-ə bölünmə əlamətində nə deyilir? Deyilir ki, ədədin sonu ya 0-la bitməlidir, ya da 5-lə. Deməli, B ya 0 olmalıdır, ya da 5, ya da hər iki qiyməti götürə bilər. A-ya baxaq. İndi keçək 9-a bölünmə əlamətinə. 9-a bölünmə əlamətində nə deyilir? Ədədin rəqəmləri cəmi 9-a tam bölünərsə, bu ədəd 9-a bölünmüş hesab olunur. Əvvəlcə B-nin 0 qiymətini götürək.
4 plus A plus 9 plus 0 bərabərdir nəyə? 13 plus A-ya. Düzdür? A-nın hansı qiymətində bu ədəd 9-a qalıqsız bölünər? A 5 olarsa, düzdür? 18 eləyəcək. Bu da 18 də 9-a qalıqsız bölünür. İndi B-nin 5 qiymətini götürüm. 4 üstəgəl A, üstəgəl 9, üstəgəl 5 nə eləyəcək? Deməli, 18 üstəgəl A. İndi A-nın hansı qiymətində bu ədəd qalıqsız bölünər 9-a? Deməli, A-nın əvəzinə 0 qoya bilərəm. 0 olsa ödənir. Amma A ilə B bir-birinə bərabər olub olmamağını demir. Yəqin ki, ola bilər. Sonra nə ola bilər? 27-yə bölünür. 27 olması üçün nə olmalıdır A? A olacaq 9. Deməli, 9 qiymətində ödəyir. Deyir, A-nın hansı ən böyük qiymətində? Ən böyük dediyinə görə 9 qiymətində. Deməli, A oldu nə? 9. Baxaq 84-cü suala. A, B natural ədədləri üçün A bərabərdir 3B və əkob AB 21 olarsa, A plus B cəmini tapın. Əvvəlcə nə edirəm? Əvəz eləyim. Əkob AB-də aparıb A-nın əvəzinə 3B qoyum. Bunu özü mənə veribdir. Əkob A-nın əvəzinə nə yazacağım? 3B. Elə B-də olduğu kimi qalacaq. Bərabərdir 21. Biz bilməliyik ki, ədədlərdən biri digərinə qalıqsız bölünərsə, ədədlərdən böyük olan əkob, kiçik olan əbobdur. Deməli, 3B bölünsün B. Qalıqsız bölünür, hə, B-lər gedəcək, 3 eləyəcək. Deməli, burada 3B nədir? Elə əkoba bərabərdir. Əkobun da qiyməti nədir? 21. Deməli, 3B bərabərdir 21, B bərabərdir 7. B-ni 7 tapdım. Aha. İndi A-nı nə tapım? A da 3B-yə bərabərdirsə, o da nə eləyəcək? 3 vurulsun 7, yəni 21. Bunların cəmi məndən soruşur. A oldu 21, B oldu 7. 21 plus 7, 28. Cavab oldu 28. Baxaq digər suala. Elə bu sualda da eynidir. AB natural ədədləri üçün A bərabərdir 7B və əkob AB 28 olarsa, A minus B fərqini tapın. Bax, yenə eyni qayda ilə həll edirəm. Əkob A-nın əvəzinə aparıb 7B qoyuram. 7B, bir də B bərabərdir 28. Neyniyəcəm indi? Dediyimiz kimi 7B bölünsün B. Görürəm ki, biri digərinə qalıqsız bölünür. Biri digərinin böləni olarsa, böyük olan əkob, kiçik olan əbobdur. Deməli, 7B elə əkobuna bərabərdir. Əkobun da qiyməti nədir? 28. 7B bərabərdir 28, B bərabərdir 4-ə. Düzdür? A-nın da qiymətini necə tapım? A bərabərdir 7B, bu da 7 vurulsun 4, eləyəcək 28. Deməli, A 28, B də 4-ə bərabərdir. Məndən bunların fərqini soruşur. 28 çıxılsın 4, eləyəcək 24. Cavab oldu 24. Baxaq 86-cı suala. 86-cı sualda A böl B bərabərdir 3 böl 5 şərtini ödəyən. A və B natural ədədləri üçün əbob A, B 4 olarsa, A plus B cəmini tapın. Baxaq. A böl B bərabərdir 3 böl 5. Mən burada A-nı 3K götürüm. 3K. B-ni də nə götürüm? 5K. Düzdür? Bu nisbətdir də. Yəni 3 böl 5 nisbətindədir. A və B natural ədədləri üçün əbob AB 4-dür. A ilə B-nin əvəzinə aparıb 3K, 4K yaza bilərəm. Düzdür? Daha doğrusu 5K. Deməli, əbob A-nın əvəzinə nə yazıram? 3K, B-nin əvəzinə nə yazıram? 5K. Düzdür? Bərabərdir 4-ə. Biz bilməliyik ki, əbob nədir? Ortaq olanların hasili. 3 ilə 5 qarşılıqlı sadə ədədlərdir. Burada ortaq sadə ədədə nə var? K var. K-nın qiymətinin 4 olduğunu buradan tapdıq. İndi A-nın qiyməti nə olacaq? 3K-dırsa 3 dəfə 4 12. B-nin qiyməti 5K-dırsa 5 dəfə 4 20. Məndən bunların cəmini soruşur. 20 plus 12, o da nə eləyəcək? 32. Cavab oldu 32. Deməli, baxaq 87-ci suala. Burada ortaq vuruq çıxara bilərik. A vur B üstəgəl 3B bərabərdir 20 olarsa, A-nın ala biləcəyi qiymətlərin sayını tapın. Düzdür? Deməli, B ortaq vuruqdur. A plus 3 qalacaq, bərabərdir 20-yə. Düzdür? Deməli, nə olacaq? B bərabərdir 20 bölünsün A plus 3. Deməli, 20 nələrə qalıqsız bölünür? 1-ə, 2-ə, 4-ə, 5-ə.
Sonra nəyə? 10-a, elə 20-nin özünə. Düzdür? Deməli, məxrəc bu qiymətləri almalıdır ki, qalıqsız bölünsün və natural ədəd olsun. B natural olmalıdır, A da natural olmalıdır. Ona görə qalıqsız bölündüklərini seçdim, yazdım. Deməli, A plus 3 1 ola bilməz. Deməli, 1 qiyməti getdi. Sonra A plus 3 2 ola bilməz. Natural olmalıdır. A da, B də. A plus 3 5 ola bilər. Bu zaman A nə olacaq? 2. Sonra A plus 3 4 olsa A nə olacaq? 1. A plus 3 10 olsa A nə olacaq? 7. A plus 3 nə olacaq? 20 olsa A olacaq 17. Deməli, hansı qiymətlərində? 4 qiymətində. Say olaraq 4 dənə qiymətində. Cavab oldu 4. 88-ci sualda da eyni. Ortaq vuruq çıxarırsınız. Ortaq vuruq çıxaraq. A vur B plus 4B bərabərdir 18. A vur B plus 4B bərabərdir 18. B ortaq vuruqdur. A plus 4 bərabərdir 18-ə. Düzdür? B nə olacaq? 18 bölünsün A plus 4. 18 nələrə qalıqsız bölünər? 1-ə, 2-yə, 3-ə, 6-ya, 9-a, 18-in özünə. Düzdür? Deməli, A plus 4 1 ola bilməz. Çünki hər ikisi natural olmalıdır. 2 də ola bilməz, 3 də ola bilməz. 6 olarsa A nə olacaq? 2. 9 olarsa A nə olacaq? 5. 18 olarsa A olacaq 14. Deməli, qiymətlərin sayı 3 qiymətində. Say olaraq 3 dənə qiymət olmalıdır. 89-cu sual. 3 rəqəmli ABC və BAC ədədləri üçün ABC çıxılsın BAC 360 olarsa A plus B cəminin ən kiçik qiymətini tapın. Gəlin bunu açaq. ABC nədir? Ədəddir də. 100A üstəgəl 10B üstəgəl C deməkdir. BAC nə deməkdir? Bu da ədəddir. Bu da nə olacaq? 100B üstəgəl 10A üstəgəl C. İndi gəl ABC çıxaq BAC-ni yazaq. ABC-nin əvəzinə artıq nə yazacağım? 100A üstəgəl 10B üstəgəl C çıxılsın. Deməli, BAC-ni yazıram. 100B üstəgəl 10A üstəgəl C. Düzdür? Bərabərdir 360-a. Aha, indi çıxmaya görə qarşıdakı bütün işarələr dəyişir. Nə olacaq? 100A üstəgəl 10B üstəgəl C çıxılsın 100B çıxılsın 10A çıxılsın C bərabərdir 360. C-lər müsbət mənfi gedəcək. 100A-dan 10A çıxanda nə eləyir? 90A. Sonra 10B-dən 100B çıxanda mənfi 90B eləyir. Bərabərdir 360. Hər tərəfi 90 ortaq vuruq çıxarsaq, bərabərdir 360. Sonra A minus B nəyə bərabər olacaq? 360 90-a böləndə 4. A nəyə bərabər olacaq? B plus 4-ə. Düzdür? Aha, indi A plus B cəminin ən kiçik qiyməti. Ya da gəlin elə bunu bu formada saxlayaq. Deməli, nəylə nəyin fərqi 4-dür. Və hər ikisi rəqəmdir. 0 da ola bilməz, çünki hər ikisi ilə ədəd başlayır. Məsələn, 0,56 deyə bir ədəd yoxdur. A 0 ola bilməz, ya da B 0 ola bilməz. Deməli, nə edirəm mən? 5 ilə 1-in fərqi 4-dür. 6 ilə 2-nin fərqi 4-dür. 7 ilə 3-ün fərqi 4-dür. 8 ilə 4-ün fərqi 4-dür. 9 ilə 5-in fərqi 4-dür. Bizdən soruşur cəmin ən kiçik qiyməti. Ən kiçik qiymət 5 plus 1 eləyəcək 6. Baxaq 90-cı suala. 90-da deyir ki, A və B qarşılıqlı sadə ədədləri üçün əkop AB bərabərdir 390. Və bizdən A-nın qiymətini soruşur. Qarşılıqlı sadə ədədlərin əkobu nəyə bərabərdir? Onların hasilinə. Deməli, A vur B-ni biz 390 olduğunu bildik. A vur B bərabərdir 390. Düzdür? Daha sonra biz bunu toplamaq üçün məxrəci bərabərləşdirək. Deməli, B-də AB üstəgəl 30 bərabərdir 28-ə. Sonra AB-nin qiymətinin 390 olduğunu bildim. 390 üstəgəl 30 bölünsün B bərabərdir 28. 390-ın üstünə 30 gələndə 420 bərabərdir 28B. B də nəyə bərabərdir? Hər tərəfi
28'e böldüm. 7'yə bölsəm nə eləyəcək? 60 bölünsün 4, o da eləyəcək 15. Deməli, B-nin qiyməti oldu 15, düzdür? Daha sonra A vur B 390-dırsa, B də 15 olarsa, A vur 15 bərabərdir 390-a. A da nəyə bərabər olacaq? 2, 90-ın da içində 6 dəfə. 26. Cavab oldu 26 ilə A-nı soruşur 26. 91-ci sual. Əbub A, B 6, A vur B 180 olarsa A plus B cəmini tapın. Burada deməli əbob A, B 6 olarsa, əbob nədir? Bildiyimiz kimi ortaq olanların hasilidir də. A-nın əvəzinə mən yazım 6M, B-nin əvəzinə də yazım 6K. Düzdür? Daha sonra indi bunların hasili A vur B nədir? 180. A-nın əvəzinə 6M vurulsun B-nin əvəzinə 6K bərabərdir 180. 36MK bərabərdir 180. MK nəyə bərabər olacaq? 180-i 36-ya böləndə 5. Deməli, bunların hasili 5-dir. Nəyi nəyə vuranda 5 eləyir? Sadəcə bir hal var. 1 ilə 5-in bir-birinə vuranda cavab 5 olacaq. Daha sonra A plus B cəmini soruşur. Biri 1 olacaq, biri də 5 olacaq. Hər ikisində də 6 deyə, elə, yəni fərq olmur. Hansına 1 qoyum, hansına 5 qoyum. Yəni bunun fərqi yoxdur. 1 qoysaq 6, 5 qoysaq 30. Cəmi nə olacaq? 36. Cavab oldu 36. Deməli, ortaq olanların hasili əbobdur. Orada 6-nı ortaq götürdük. M ilə K-nı da bilmirdik deyə hansısa bir kəmiyyət kimi işarə elədik. Baxaq digər suala. Deməli, A bərabərdir 7219 vurulsun 35274-ün kvadratı plus 3 ədədinin 4-ə bölünməsindən alınan qalığı tapın. Aha, əvvəlcə nə edirəm? Son rəqəmlərə baxıram. 9-u vururam 4-ə nə eləyəcək? 36. Arada vurmaq deyə vururam. 36. Sonra 36-nı da son rəqəmin götürürəm. 6. 6-nın kvadratı nə eləyəcək? Yenə 36. 36-nın üstünə 3 gəlirəm. Buradakı 3-ü. Eləyəcək 39. 39 da 4-ə böləndə 4 dəfə 9 36, qalıq 3. Cavab oldu elə qalıq 3. Yəni son rəqəmlərlə işləmək daha rahatdır. Məsələn, baxaq digər suala, 93-cü suala. Burada nə deyir? Yenə qalığı tapın deyir. Son rəqəm nədir? 6. Son rəqəm nədir? 1. 6-nı 1-ə vururam, elə 6. 6-nın kvadratı nədir? 36. Üstünə də 4-ü gəlirəm. Nə eləyəcək? 40. 40-ın 25-ə bölünməsindən alınan qalıq nə eləyir? 1, qalıq 15. Cavab oldu 15. Baxaq 94-cü suala. Mağazada kiçik, orta, böyük ölçülü akvaryumlar var. Aha. Hər bir kiçik akvaryumda 2, orta akvaryumda 4, böyük akvaryumda 6 balıq var. Məsələn, çəkək. Bu kiçik olsun, bu orta olsun, bu da böyük akvaryum olsun. Aha. Bunda 2, bunda 4, bunda 6 balıq var. Bütün balıqların sayı 60 olarsa, mağazada ən çox neçə akvaryum ola bilər? Yadımızda saxlayaq ki, yəni məntiqlə də düşünsək, bilməliyik ki, akvaryumların sayının nə qədər çox olmağını istəyiriksə, o qədər daha çox kiçik tutan, yəni kiçik ölçülü akvaryuma balıq qoyaq. Yəni ki, belə deyim də, 6 balıq tutalım 6 balıqdır. 6 balığı yerləşdirmək üçün böyük akvaryumdan 1 dənə, kiçik akvaryumdan 3 dənə lazımdır. Yəni dediyim odur ki, kiçik akvaryumlara üstünlük versək, bu zaman daha çox akvaryum işlətmiş olarıq. Bizdən də ən çox olanı soruşur. Ona görə də kiçik akvaryuma daha çox üstünlük verək. Yəni, böyük akvaryumdan 1 dənə, orta akvaryumdan 1 dənə istifadə eləsək, 10 balığı yerləşdirmiş olarıq. 10 balıq. Düzdür? 60-dan onu çıxanda nə eləyir? 50. Yerdə qalıb 50 balıq. 50 balığı da yerləşdirmək üçün bu 2 tutumlu kiçik akvaryumdan nə qədər lazımdır? 25 dənə. Deməli, 25 kiçik, 1 orta, 1 böyük ölçülü akvaryum lazımdır ki, ən çoxu 60 balıq yerləşsin. Yəni, ən çox olan hal budur. Amma bizdən ən az akvaryum lazım olan halı soruşsaq, elə bu ən böyük ölçülü akvaryumdan daha çox istifadə eləməyə çalışardıq. Yəni, məqsəd budur. Deməli, ən çox neçə akvaryum ola bilər? 27 akvaryum. Aha.
Baxaq digər suala. M natural ədədi üçün əbob 2m minus 1, 2m plus 1 bərabərdir 4m minus 7 olarsa, əvvəlcə bir müəyyən eləyək ki, bu ədədlər nədir? Bəlkə qarşılıqlı sadədir. Bunu bilməliyik. M-in yerinə məsələn 2 qoyuram. 2 dəfə 2, 4, 4 çıx 1, 3. 2 dəfə 3, 6. 2 dəfə 2, 4. 4 plus 1, 5. Aha. 3, 5. Ardıcıl tək natural ədədlərdir. Ardıcıl tək natural ədədlər nədir? Elə qarşılıqlı sadə ədədlərdir. Düzdür? Qarşılıqlı sadə ədədlərin əbobu nəyə bərabərdir? 1-ə. Deməli, 4m minus 7 bərabərdir 1-ə. 4m bərabərdir 8, m bərabərdir 2. M-in elə əsl qiyməti 2 imiş. Mən 2-ni təsadüfən qoymuşdum. Qarşılıqlı sadə olub olmamağını yoxlamaq üçün. Deməli, həqiqətən m-in qiyməti 2 imiş. Daha sonra əkob 13m minus 2, m-in yerinə 2 qoyaq. Nə olacaq? 26 çıx 2, 24. Aha, 15 vur 2, 30. 30-un üstünə 2, 32. 24 ilə 32-nin də əkobu sadə vurğulara ayırsaq. 2, 12, 2, 6, 2, 3, 3, 1. 32-də də 2, 16, 2, 8, 2, 4, 2, 2, 2, 1. Aha, ortaqları nədir? Ədədlərdən birini seçirəm. 24. Ortaqların üstündə xətt çəkirəm. Aha. Vurulsun. 2, vurulsun. 2. Nə eləyəcək? 48, 48-də 2-yə vuranda 96. Cavab oldu. Əkobumuz 96. Baxaq 96-cı suala. Qarşılıqlı sadə ədəd olan A plus 5 və B ədədləri üçün əkob A plus 5, B 420-yə bərabərdir. Baxın, yadımızda saxlayaq ki, yadımızda saxlamalıyıq ki, qarşılıqlı sadə ədədlərin əkobu nəyə bərabərdir? Onların hasilinə. Deməli, A plus 5-i B-yə vuranda nə eləyir? 420. Bunu bildik. A plus 5 vurulsun B bərabərdir 420. Aha, indi də A vur B plus 7B bərabərdir 450. Bunu bizə veribdir. İndi gəlin yuxarı baxaq. Nə olacaq? AB plus 5B bərabərdir 420. Burada da elə A vur B plus 7B bərabərdir 450. Burada nə edirəm? Sistem tənliyi ilə həll edə bilərəm. Tərəf-tərəfə çıxaq. Elə buradan yazım. A vur B plus 5B bərabərdir 420. Tərəf-tərəfə çıxsam bunlar girəcək. 7B-dən 5B çıxanda 2B bərabərdir 30. B bərabərdir nəyə? 15-ə. Düzdür? Elə B-nin qiymətini soruşur. Cavab oldu 15. Baxaq 97-ci suala. 97-ci sualda 7, 8, 9, 10 ədədlərinə böldükdə qalıqda bir alınan ən kiçik çox rəqəmli natural ədədi soruşur. Bunu bilməliyik ki, 7, 8, 9, 10-a bölünən, yəni tam bölünən ədədi tapaq. Sonra üstünə 1 gəlsək, qalıqda 1 alınan ədədi tapmış olarıq. İndi nə edirəm mən? Bunların əkobunu tapıram. 7, 8-in əvəzinə yazıram 2 üstü 3, 9-un əvəzinə yazıram 3 üstü 2, 10-un da əvəzinə yazıram 2 vur 5. Bunun əkobunu tapanda nə eləyir? 7 vurulsun, 2 üstü 3, qüvvəti böyük olanı götürürəm, vurulsun 3 üstü 2, vurulsun 5. 7 vur, 8 vur, 9 vur, 5 nə eləyəcək? 5 dəfə 9, 5 dəfə 8, 40, 40-ı 7-yə vurursan 280, 280-i də 9-a vuranda 2520. Qalıqda 1 alınması üçün üstünə 1 gəlirəm, 2521. Cavab oldu 2521. Sonra 98-ci sual. Aha. 3 ardıcıl natural ədədin cəmi 63-dür. Bu ədədlərdən ən kiçiyi ilə ən böyüyünün hasilini tapın. Aha. Ardıcıl natural ədəd deyirsə, məsələn, 2, 3, 4 arasındakı fərqi nədir? 1-dir də, düzdür? 1 artır. Deməli, birinci x-dir, digəri x plus 1-dir, o biri də x plus 1, yəni bundan daha bir vahid böyük. Deməli, bunların cəmi 63-dür. X plus 1 plus x plus 1 plus 1 bərabərdir 63. Düzdür? Nə eləyəcək? 3x plus 3 bərabərdir 63. 3x bərabərdir 60. X də bərabərdir nəyə? 20-yə. Aha,
Bu ədədlərdən ən kiçiyi nədir? 20, ən böyüyü nədir? 22. Bunların hasili 20 vur 22 nə eləyir? 440. Cavab oldu 440. Baxaq 99-cu suala. A, B, C natural ədədləri üçün A bərabərdir B bölü 7 bərabərdir 2C olarsa A, B, C hasilinin ən kiçik qiymətini tapaq. Aha. Deməli, A bərabərdir B bölü 7 bərabərdir 2C. Əvvəlcə məxrəcdən azad eləmək üçün hər tərəfi 7-yə vurum. Nə olacaq? 7A bərabərdir B bərabərdir 14C-yə. Düzdür? Deməli, 7, bunun qarşısında heç nə yoxdur. 7, 1, 14. Bunlara nə tapıram mən? Əkob tapım da, düzdür? Elə buna əkob olacaq 14. 7A-nın 14-ə bərabər olması üçün A nə olmalıdır? 2. 14 olması üçün B nə olmalıdır? 14. C nə olmalıdır? 1. Bunun da elə ən kiçik qiyməti 2 vur 14 vur 1 nə olacaq? 28. Cavab oldu 28. 100-cü sualda da bayaqki sual kimi eynidir. Məxrəcdə 5 var deyə məxrəcdən azad eləmək üçün nə edirəm? Hər tərəfi 5-ə vururam. Hər tərəfi 5-ə vuranda nə olacaq? 5A bərabərdir B bərabərdir 15C-yə. Düzdür? Aha. 5-ə, 1-ə, bir də 15-ə. Əkob nə olacaq? 15. Düzdür? 15 olması üçün 5A, yəni 5-i nəyə vurum ki 15 olsun? A olacaq 3, B olacaq elə 15, C olacaq nə? 1. Bunun da ən kiçik qiyməti, bu hasilin ən kiçik qiyməti 3 vur 1 vur 15 elə 45. Cavab oldu 45. 101-ci sualda 7n plus 7 və 8n plus 2 ardıcıl cüt ədədlər olarsa, n-in ala biləcəyi qiymətlərin hasilini tapın. Baxın, burada bizə ardıcıl cüt natural ədəd olmaqlarını deyir. Amma hansının kiçik, hansının böyük olmağını demir. Ona görə də iki hala nəzər yetirək. Əvvəlcə 7n plus 7, sonra 8n plus 2 olan hal, sonra da 8n plus 2, 7n plus 7 olan hal. Yəni 7n plus 7-nin kiçik olduğu hal, bir də böyük olduğu hal. Baxaq. Deməli, əgər 7n plus 7 kiçik olarsa, böyükdən, yəni 8n plus 2-dən 2-ni çıxsaq, 7n plus 7-nin qiymətini almış olarıq. Çünki aralarında ardıcıl cüt ədədlərin aralarında 2 vahid fərq var. Deməli, 8n bərabərdir 7n plus 7. N'lər bir tərəfə keçəndə n bərabər olacaq 7-yə. İndi digər hala baxaq. Yəni 7n plus 7 çıxılsın 2 bərabərdir 8n plus 2-yə. Yəni böyükdən kiçiyi çıxanda, böyükdən 2 çıxanda kiçiyi almalıyıq. Aha, 7n plus 5 bərabərdir 8n plus 2. N'ləri bir tərəfə keçirsək, n bərabərdir 3-ə. Deməli, n'in 3 olduğu hal, bir də 7 olduğu hal, hasili tapsaq, 3 dəfə 7, cavab olacaq 21. Yəni, bu çıxma əməlini, yəni 2-ni niyə çıxıram? Məsələn, 2, 4, 8, 10. 4-dən 2-ni çıxsam 2-ni almış olaram. 10-dan 2-ni çıxsam 8-i almış olaram. Yəni, əsas məqsəd budur. Cavab oldu 21. Baxaq 102-ci suala. 4n plus 10 və 5n plus 7 ardıcıl cüt ədədlər olarsa, n-in ala biləcəyi qiymətlərin cəmini tapın. Baxın, yenə eyni qaydadır. Bir dəfə 4n plus 10-u böyük halla götürün. Bir dəfə də kiçik olan halla. Sonra da n-ə 2 qiymət almış olacaq, hasilini tapaq. 4n plus 10 bu sonra 5n plus 7. Bu birinci hal. Sonra da 5n plus 7, 4n plus 10. Aha, 5n plus 7-dən 2-ni çıxsam nəyi alacam? 4n plus 10-u. Aha, 5n plus 5 bərabər 4n plus 10. Sonra nə olacaq? N'lər bir tərəfə. N bərabərdir 5-ə. Sonra yenə 4n plus 10-dan 2-ni çıxsam nəyi alacam? 5n plus 7-ni. Aha, 4n plus 8 bərabərdir 5n plus 7-yə. N də bərabərdir nəyə? 1-ə. N'in 5 olduğu hal, bir də 1 olduğu hal. Cəmi soruşur bu dəfə. Aha, 5 plus 1 nə eləyəcək? 6. Aha, baxaq 103-cü suala. Deməli,
x böl y bərabərdir 8 qalıq 3. Y böl z bərabərdir 5 qalıq 6. Əvvəlcə buradan x-i tapaq. X nəyə bərabər olacaq? 8y plus 3-ə. Y nəyə bərabər olacaq? 5z plus 6-ya. Sonra bizə deyir ki, x ədədinin son rəqəmini tapın. Aparaq bu y-in aldığımız qiyməti burada yerinə qoyaq. X bərabərdir 8 vurulsun 5z üstə gəl 6 üstə gəl 3. Düzdür? X nəyə bərabər olacaq? 40z plus 48 plus 3 nə eləyəcək? 51. Deməli, 40-ın yerinə məsələn 1 qoysaq nə eləyəcək? Elə 40 plus 51 nə olacaq? 91. 2 qoysaq, yenə sonu 0 ilə bitəcək. Üstünə nə gəlirsən gəl, sonu yenə 1 ilə bitəcək. Deməli, son rəqəmi nə olacaq? 1. 104-cü sual. AB 2 rəqəmli ədədinin 3A minus 2B ədədinə bölünməsindən alınan natamam qismət 4, qalıq isə 2-dir. A plus B cəmini tapın. Əvvəlcə AB 2 rəqəmli ədədi, yəni AB-ni yazıram. Bu ədədin 3A minus 2B ədədinə bölünməsi. 3A minus 2B ədədinə bölünməsi. Bölünmədən alınan qismət 4, qalıq nəyə bərabərdir? 2-yə. Sonra nə edirəm? AB 2 rəqəmli ədədi nəyə bərabərdir? 4 vuraq, 3A minus 2B plus 2-yə. Düzdür? AB bərabərdir 12A çıxılsın 8B üstə gəl 2. Sonra indi bunu açıram da. AB nəyə bərabərdir? 10A üstə gəl B. Açıq yazılış qaydası ilə. 12A çıxılsın 8B üstə gəl 2. Düzdür? Sonra A'ları bir tərəfə keçirim. B'ləri də bir tərəfə keçirim. Deməli 12A çıxılsın 10A. Mənfi 8B-ni də digər tərəfə keçirəndə nə olacaq? 8B plus B üstə gəl 2 də ilə burada qalsın. 9B bərabərdir 2A üstə gəl 2-yə. Düzdür, biraz çətin alındı, amma gəlin qiymət qoyaq yerinə. Yəni ki, başqa daha rahat yolu ağlıma gəlmədi indi. Deməli, B-nin yerinə 1 qoysaq nə olacaq bu? A nə olmalıdır? Bura olacaq 9. Burada 9 olması üçün 2A 7 olmalıdır. Deməli, hər ikisində natural olmağını nəzərə alsaq, A 3/5 ola bilməz. Deməli, B-də 1 ola bilməz. B-nin yerinə 2 qoyaq. Bura nə olacaq? Bu tərəf olacaq 18. 18 olması üçün 2A plus 2 18 isə 2A bərabər olacaq 16-ya, A da bərabər olacaq 8-ə. Sonra B-nin yerinə 3 qoysaq 27 olacaq. 25 eləyir. Amma A 12,5 ola bilməz. Ona görə 3 də ola bilmir. Elə A plus B cəmi nə olacaq? 2 plus 8, 10 olacaq. Daha sonra keçək digər suala. Deməli, bu sualda diaqramda natural A ədədinin müxtəlif sadə vurğuları və onların sayı verilibdir. A ədədini sadə vurğuların hasili şəklində yazın və onun sadə vurğularının sayını tapın. Baxaq, sadə vurğular, müxtəlif sadə vurğular. Məsələn, hansısa bir A ədədidir. Bunun sadə vurğuları 2-dir, 3-dür, 5-dir. Araya da vurmağını qoyuram. Amma 2-dən nə qədərdir? 3 dənə. Yəni 2 vur 2 deməkdir bu. Yəni 2 üstü 3. Sonra 3-dən nə qədərdir? 7 dənə. Yəni 3 üstü 7. 5-dən nə qədərdir? 4 dənə. Yəni 5 üstü 4. Düzdür? Deyir ki, A ədədini sadə vurğuların hasili şəklində yazın. Aha, yazdıq. Və onun sadə vurğularının sayını tapın. Deməli, 2-dən 3 dənədir. 3. 3-dən 7 dənədir. 7. 5-dən 4 dənədir. Nə olacaq? 14. Deməli, 14 dənə sadə vurğu var. Baxaq 106-cı suala. Yenə eynidir deyəsən. Diaqramda natural A ədədinin müxtəlif sadə vurğuları və onların sayı verilmişdir. A ədədini sadə vurğuların hasili şəklində yazın və onların sadə vurğularının sayını tapın. Aha, 2-dən nə qədərdir? 3 dənə. 2 üstü 3. 5-dən nə qədərdir? 9 dənə. Deməli, 5 üstü 9. 7-dən nə qədərdir? Sayı buradadır. 7-dən nə qədərdir? 4 dənə. 7 üstü 4. Hasil şəklində yazdıq. Sadə vurğuların sayı da 3 üstə gəl, 9 üstə gəl, 4 nə eləyir? 16. Deməli, 16 dənə sadə vurğu var. Amma müxtəlif sadə vurğu desəydi, 2, 5, 7 hərəsindən bir dənə götürəcəkdim. O da olacaqdı 3 müxtəlif sadə vurğu.
Bu sualda bizə 3 müxtəlif ədəd verilib. A ədədi, B ədədi, bir də C ədədi. A ədədi nəyə bərabərdir? A ədədini görürük ki, bu işarə ilə işarələyir. A ədədində 3-dən 6 dənədir. Yəni 3 üstü 6 vurulsun 7-dən nə qədərdir? 3 dənə. Vurulsun 7 üstü 3. B ədədinə baxaq. B ədədinin də işarəsi gördüyümüz kimi belədir. 3 üstü 4. B bərabərdir 3 üstü 4 vurulsun. 7-dən nə qədərdir? 7 dənə. 7 üstü 7. C ədədi. C ədədinə baxıram. Deməli, 3-dən nə qədərdir? 5 dənə. 3 üstü 5 vurulsun. Sonra 7-dən nə qədərdir? 7-dən 6 dənə. 7 üstü 6. Deməli, A ilə B-nin əvvəl əkobunu tapmalıyam. A ədədi ilə B ədədinin əkobunu. Əkob A, B. Aha. Baxıram, əkob taparkən yadımızda saxlayaq ki, qüvvəti böyük olanları seçməliyəm. Deməli, 3 üstü 4 ilə 3 üstü 6-dan 3 üstü 6-nı seçirəm. 7 üstü 3 ilə 7 üstü 7-dən qüvvəti böyük olan nədir? 7 üstü 7. Sonra əbob B, C. Düzdür? B ilə C-nin əbobunu tapıram. Bu dəfə də qüvvəti kiçik olanı seçməliyəm. Çünki əbob tapıram. Deməli, 3 üstü 4 vurulsun, 7 üstü 6. Sonra bizdən bu nisbəti soruşur. Elə belə yazım. Sonra 3 üstü 6-nı 3 üstü 4-ə böləndə 3 üstü 2 qüvvətlər çıxılır. 7 üstü 7-dən də 7 üstü 6-nı qüvvətlərin çıxanda qalır elə 7 üstü 1. Yəni 9 dəfə 7 cavab oldu 63. Baxaq. Deməli, əbob AB 441 olarsa K-nı tapın. Deməli, A-nı əvvəl yazım, bayaq kimi, sonra da B-ni yazım. A-nı belə işarə eləyibdi. Deməli, 3-dən nə qədərdir? 6 dənə. 3 üstü 6 vurulsun. K-dan nə qədərdir? 2 dənə. K üstü 2, yəni K-nın kvadratı. B-dən nə qədərdir? 3 üstü 2 vurulsun. K-dan nə qədərdir? 7 dənə. K üstü 7. Düzdür? Əbob 441 olarsa K-nı tapın. Əbobda demişik ki, qüvvəti kiçik olanlardır da. Qüvvəti kiçik olanları seçirik. 3 üstü 6 ilə 3 üstü 2-dən 3 üstü 2-ni seçməliyəm. Vurulsun. K üstü 2. Qüvvəti kiçik olan. Bərabərdir 441. 9K kvadrat bərabərdir 441 olarsa, K kvadrat nəyə bərabər olacaq? 441-i 9-a böləndə 4 dəfə 9 36. 81-in də içində elə 9 dəfə 49. K da bərabər olacaq 7-yə. Deməli, K-nın qiyməti bərabər oldu 7. Aha, deməli, bu sualda A və B çoxluqlarının elementləri müəyyən sadə ədədlərdir və bu çoxluqların elementləri hasili uyğun olaraq A və B ədədlərinə bərabər olarsa, diaqrama əsasən AB bölünsün əbob AB kvadrat ifadəsinin qiymətini tapın. Baxın, əvvəlcə əbob AB kvadratını gördüm. Bu düstur yadıma düşməlidir. Əbob kvadrat bərabərdir A vur B bölünsün C. Əkob kvadrat bərabərdir. Bunu da elə belə yazıram ki, yadınızda qalsın. A vur B vur C. C nədir? Ortaq olmayan sadə vurğuların hasilidir. Düzdür? Deməli, əbob AB kvadratının əvəzinə mən nə yazacağım? A vur B böl C. Düzdür? AB bölünsün. Əbobun əvəzinə yazıram. A vur B böl C. Buradan A vur B-lər gedəcək. İxtisar olunur, böləndə gedir. Deməli, nə qalacaq? C qalır da sadəcə. Düzdür? C də yuxarı keçəcək. Qalacaq sadəcə C. C nədir? Ortaq olmayan sadə vurğuların hasili. Əgər Venn diaqramda ortada ancaq, yəni ki, orta hissəyə ancaq ortaq vurğuları yazsaq, kənardakı nədir? 3, 5, 2, 7. Bunlar nə olacaq? Ortaq olmayanların hasili. O da nə olacaq? 5 dəfə 2, 10, 13-ə vursan 30, 210. Deməli, qiymət nə oldu? Misalın cavabı oldu 210. Baxın, bu misalda eynidir. Yenə əbob AB-nin kvadratının əvəzinə nə yazacağım? Əbob kvadrat bərabərdir A vur B böl C. Yenə misalda aparıb yerinə qoyuram. A vur B böl C. Burada AB-lər gedir, cavab qalır C. C nədir? Ortaq olmayan sadə vurğuların hasili. Əgər ortaqları orta hissəyə, kəsişmə hissəsinə yazsaq, ortaq olmayanların hasili nə olacaq? 5 vur, 2 vur, 7 vur, 11. O da nə olacaq? 70, 70-i də 11-ə vuranda nə eləyir? 770. Düzdür? Cavab oldu 770. Aha, keçək digər suala. Burada cavab
770 oldu. Aha. 111-ci sualda riyaziyyat fənnindən Gəncə şəhərində keçirilən olimpiyadada Şəkidən 16, Şamaxıdan 24, Bakıdan 36 şagird iştirak edir. Mehmanxanada hər nömrəyə bu şəhərlərin yalnız birinin şagirdini və hər birində bərabər sayıla olmaqla yerləşdirmək üçün ən az neçə nömrə lazımdır? Deməli, Şəki 16, Şamaxı 24, Bakı 36. Burada əsas məqsəd nədir? Əsas məqsəd ondan ibarətdir ki, həm hər otaqda yalnız Şəkili, yalnız Şamaxılı, yalnız Bakılı olmalıdır. Yəni ki, Şəki ilə Şamaxını, Şamaxı ilə Bakını birləşdirib bir otağa yığmaq olmaz. Və hər otağa bərabər sayda bölməlisən. Yəni hər üçünə bölünən bir ədəd tapmalısan. Bu da nə olacaq? Əbob. Deməli 16 nədir? 2 üstü 4. 24 nədir? Sadə vurğulara ayırsaq nə olacaq? 6 dəfə 4, yəni 8 dəfə 3, 2 üstü 3 vurulsun 3. Sonra 36 nədir? 4 dəfə 9 36 eləyir. 4-ü 2 üstü 2, 9-u da 3-ün kvadratı kimi yazsaq alınır. İndi gəl buna əbob tapaq. Əbobda nə demişik? Ortaq olanlar və qüvvəti kiçik olanları seçirəm. Deməli 2 üstü 2 qüvvəti ən kiçik olandır. 3 burada var, amma burada yoxdur deyə seçə bilmərəm. Deməli əbob nə oldu? 4. Düzdür? Hər otağa deməli 4-4 yığmalısan. Deməli hər otağa 4 şəkili yığsan, neçə otaq lazım olacaq? 4 otaq şəkillər üçün. 6 otaq Şamaxılılar üçün, deməli 9 otaq da Bakılılar üçün lazımdır. Deməli cəmi neçə otaq lazım olacaq? 4 üstə gəl, 6 üstə gəl, 9. Bu da nə eləyir? 19. Deməli 19 otaq lazımdır. Baxaq 112-ci suala. Deməli eni 18 desimetr, uzunluğu 24 desimetr olan düzbucaqlı formasında divar. Kvadrat şəklində kafellərdən ən az neçəsini itkisiz düzəltmək olar. Baxaq. 18 buradır, 24 buradır. Desimetr. Bizə deyir ki, ən az neçəsini düzəltmək olar. Yəni ki, mən burada deyim ki, 1 desimetr, 1 desimetr 18 dənə eninə qoyum. Amma olmaz. Niyə? Çünki bizə deyir ki, ən az neçə kafel. Yəni ki, ən az kafel sayını tapmalıyıq. Ən azı da tapmaq üçün kafellərin ölçüsünü maksimum dərəcədə böyütməyə çalışmalıyıq. Bunun üçün də deməli hər ikisinə qalıqsız bölünən ən böyük ədəd əbobu tapmalıyam. 18 ilə 24-ə əbob. Nə eləyəcək? Bu da eləyir 2, 12, 2, 6, 2, 3, 3, 1. Düzdür? Əbob nə olacaq? Ortaqların hasili. Əbob 6 tapdım. Aha. Deməli, bura 3 dənə kafel qoyuram. Burada 3 dənə. Aha. Bura isə nə qədər olur? 4 dənə. Düzdür? Hər biri 6 ölçüsündə 4 dənə. 1, 2, 3, 4. Buradan da 1, 2, 3, 4. 4 dənə. Deməli, 4 dənə uzunluğunda, 3 dənə enində. Nə qədər kafel? 4-ü vururam 3-ə, 12 kafel lazım olar. Cavab olur 12. Deməli, baxaq sonuncu suala. Aha, təzə sualdır deyəsən. 9 illik topluya təzə salınıbdır. Yəni, ümumiyyətcə 11 illik topluda deyəsən yox idi bu sual. Oyun meydançası... Aha, dairəvi yolların radiuslara uyğun olaraq 40 metr, 30 metr, 20 metrdir. Sürətləri 60 metr bölü dəqiqə olan velosipedlər hərəkətə başlanma nöqtələri eyni düz xətt üzərində olan A, B, C nöqtələrindən dairəvi yollarla hərəkətə başladılar. Hər üç velosipedçi hərəkətə başladıqdan sonra ilk dəfə neçənci dəqiqə eyni düz xətt üzərində olarlar. Aha, yəni həm A nöqtəsində eyni düz xətt üzərində olarlar, həm də ki, bu nöqtələrdə. Yəni, demək istədiyim odur ki, çevrənin yarısında da eyni düz xətt üzərində olarlar. Əvvəlcə 30-a, 40-a, bir də 20-yə uyğun olaraq çevrələrin uzunluqlarını tapaq. Görək nə qədər yol gediblər. C1 2 pi r olarsa, pi-ni də 3 verib, 2 vur, 3 vur. Birinci radiusumuz nədir? 40. Düzdür?
240. S2'miz nə olacaq? 2 pi r. Sonra nə olacaq? 2 vur, 3 vur. R'imiz nədir? 30. Olacaq 180. S3'ümüz nə olacaq? Yenə 2 pi r çevrənin uzunluq düsturu. 2 vur, 3 vur. R'imiz nədir? 20. O da eləyəcək 120. Düzdür? Aha. Əvvəlcə V bərabərdir. S böl T düsturuna görə V sürətimizdir. Sürətimizi nə verib? 60. S gedilən yoldur. Gedilən yol ümumi 240 olarsa, T1'imiz nə olacaq? 240'ı nəyə bölüm 60 eləsin? Olacaq T1 4 dəqiqə. T2 nə olacaq? 180 olarsa, deməli 180 nəyə bölüm 60 eləsin? 3 dəqiqə. T3'ümüz nə olacaq? Bunun da 120 olması üçün 120'ni nəyə bölüm 60 eləsin? 2'yə. Deməli 4, 3, 2 dəqiqə. Deməli dəqiqələrimiz bunlardır. Əvvəlcə 4 dəqiqə, 3 dəqiqə, 2 dəqiqə bunların hər üçünün eyni zamanda nə vaxt görüşmələrini tapmaq üçün əkov tapmalıyıq. Yəni addım məsələləridir, zəngli saat məsələləridir, bu tipli yol məsələsidir. Bunlara əkov tapmalıyam ki, bir də neçənci dəqiqədə görüşəcəklər. 4-ə, 3-ə, 2-yə əkov nə olacaq? 12, düzdür? 12 dəqiqədə görüşərlər. Amma eyni düz xətt üzərində sözünə görə, yəni çevrənin yarısında da bunlar görüşəcəklər. Eyni düz xətt üzərində olmağını da nəzərə alsaq, yəni yalnız ABC nöqtəsində deyil, bu nöqtələrdə də görüşsələr, biz bunu saymalıyıq. Deməli, yarım bütöv bir dairə 12 dəqiqədə görüşərsə, yəni belə deyim də, bütöv bir dairəni 12 dəqiqədə tamamlayırlarsa, 6 dəqiqədə də bunun yarısını tamamlamış olarlar. Deməli, 12-ni mən 2-yə bölməliyəm ki, 6 dəqiqə ərzində bunlar həm eyni düz xətt üzərində olacaq, həm də başladığı yerdən görüşəcəklər. Yəni, hər üçün nöqtəsi üst-üstə düşəcək. Yəni, məsələnin əsas mahiyyəti budur. Aha, suallar bitdi. Əgər izahı bəyəndinizsə, yəni ki, hansısa bir sualı öyrənməyinizə kömək oldumsa, videonu bəyənərək fikir bildirməyi unutmayın. Hələlik!